Hər vaxtınız xeyirli olsun. Gəlin imtahanlara birlikdə hazırlaşaq. Elvin, Nigar, Tunar, Aytac və Rəşad. Soyadları Hüseynli, Məmmədov, Quliyev, Əliyeva, Həsənli. Rayonlar isə Gəncə, Şəki, Quba, Sumqayıt və Lənkəran verilib. Və buradan bizim üçün doğru uyğunlaşdırmanı tapmamızı istəyir. Deyir ki, Quba rayonundan olan şəxsin soyadı Quliyev deyil. Nigarın soyadı Əliyevadır. Nigarın soyadı Əliyeva qeyd olunub. Digərlərinə çıx qoyuram, ipucu verir mənə. Elvin Gəncədən deyil. Hüseynli soyadında olan şəxs Lənkərandandır. Hüseynli şəxs Lənkərandandır. Nigar da Gəncədən deyilsə, Nigar da Əliyevadırsa, deməli Nigar da Lənkərandan deyil. Çünki Nigar Əliyevadır. Lənkərandan olan isə Hüseynlidir. Tunar Şəkidəndir və Tunar Şəkidəndir. Həmçinin deyir ki, Tunar soyadı Məmmədovdur. Məmmədov. Aha. Həsənli soyadlı şəxs kişi deyil. Deməli, burada Nigarın soyadı Əliyevadırsa, Həsənli soyadı da kişi deyilsə, onda belə çıxır ki, Aytacın soyadı Həsənlidir. Bundan da əvvəl deyir ki, Aytac Sumqayıtdandır. Aytac Sumqayıtdandır. Aha. İndi bu məntiqi mülahizələrdən sonra bir də başa qaydaq. Quba rayonundan olan şəxsin soyadı Quliyev deyil. Deməli, Quba rayonundan olan şəxs, əgər Qubadan Elvin olsaydı, Elvinin soyadı Quliyev olmalıydı. Gəl, biraz da dəqiq analiz eləyək. Elvin Gəncədən deyil, Hüseynli soyadlı şəxs Lənkərandandır. Tunar Şəkidəndir. Həsənli soyadlı şəxs kişi deyil, yəni qadındır. Biz bu nəticədən, əgər Quba rayonundan olan şəxsin soyadı Quliyev deyilsə, o zaman Elvin də Gəncədə olmursa, Elvin üçün Qubanı da götürmürük. Belə çıxır ki, Lənkərandandır Elvin. Elvin Lənkərandan olursa, Qubadan olan artıq olacaq Rəşad. Eləmi? Yoxsa yox? Gəlin baxaq. Elvin Lənkərandandır. Və o zaman belə çıxır ki, Elvinin də soyadı Hüseynlidir. Elvin Hüseynlidirsə, Rəşadın soyadı Quliyevdir. Rəşad Quliyevdir, amma Quliyev deyir ki, Qubadan deyil. Onda belə çıxır ki, Qubadan olan Rəşad olacaq, Nigar isə Gəncədən, Qubadan olacaq. Bəli, Nigar da Qubadan olmuş olacaqdır. Dev funksiyası verilib, uzun bir proqramdır. Həm qısadır, həm uzundur, qarışıq bir proqramdır. Gəlin baxaq. Deyir ki, dev A-N, bir də dev B-C. Yəni, mənim A funksiyam var, B funksiyam var. Yaxşı, B funksiyası ilə A funksiyası qiymətləri harda alır? B funksiyasına dəyər verib siyahıdır. Deməli, mən birinci B-ni icra edəcəm. Aha, A funksiyası da bu siyahın elementləri içərisində müraciətdir. Ona belə baxaq. Əvvəlcə B ilə işimizi görək, sonra ehtiyac yarandığı təqdirdə A funksiyasına keçəcəyik. Deməli, əvvəlcə görək burada nə yazılıb? Deyir ki, n birdən böyük and all, n-in i-yə bölünməsindən alınan qalıq for in range 2-dən kök altında n deməkdir də bu ifadə. Üstə gəl 1. Yəni, 2-dən kök altında n-ə qədər. Əgər nə edirsən? N-i i-yə bölürsən. Bu bir söz nə deməkdir? Bu, ədədin sadə olub-olmadığını yoxlayır. Bax, bu ifadə ədədin sadə olub-olmadığını yoxlayır. İndi gəlin baxaq bura. Deyir x for x in C. Yəni C deyəndə bu siyahın elementləri nəzərdə tutulur və siyahın elementlərinə bir-bir müraciət eləyək. Deməli, AX-a götürəcək. AX da elementi B siyahısının elementləri. Bax, bu siyahın elementləri olaraq götürəcək. Yəni, C-nin elementləri. B funksiyası siyahın adı C-dir. Və bu siyahın elementlərinə bir-bir müraciət eləyəcək. Gəlin baxaq. Yəni, baxmayaraq ki, uzun, uzadı və yaxud da qarma-qarışıq bir şey görsünüzmü? Proqramı oxuyandan sonra biraz işimiz
bir xeyli rahatlaşır. Bax, məsələn, mən onu götürəcəm. 10 2-dən başlayır, kök altında belə deyim də n qiyməti olacaq kök altında 10 üstəgəl 1-ə qədər. Kök altında 10-dan da təxminən 3 tam neçəsə çıxır və üzərinə 1-i götürəndə qarşısındakı int o deməkdir ki, onun tam hissəsini götür. 3 üstəgəl 1 verdi mənə 4. Yəni 2-dən 2 ilə 3-ü götürür, 4-cünü götürmür. Həmin bu elementləri nə edəcək? For in range n-in i-yə bölünməsindən alınan qalıq. Yəni 10 2-yə bölünəndə alınan qalıq sıfırdırmı? Yox. 10-un 3-ə bölünməsindən alınan qalıq 1-dir. Amma burada onun 2-yə bölünməsindən alınan qalıq sıfırdır. Yəni 10 ədədi sadə ədəd deyil. Amma məndə burada and var. And varsa hər iki şərt ödənməlidir. Ona görə onu götürmürəm. Bax, burada 11-dir sadə ədəd. 13, 17 və 29 ilə 31. Bax, bunlar sadə ədədlərdir. Nə edəcək? İndi deyir ki, sum int, yəni sadələri artıq müəyyənləşdirdim. İşin biraz sürətli artdı. Vaxtda qənaət etdim. İndi bu hissəyə baxaq. Deyir ki, and sum int d for d in str x-in 2-yə bölünməsində alınan qalıq 1-ə bərabərdirsə, yəni bu ədəd tək ədəddirsə, həm sadə olmalıdır. Belə götürəndə elə əslində ədədlər, cüt ədədlər sadə ədədlər deyil də. 2-yə bölünürsə artıq o sadə ədəd sayılmır. Yəni ümumən belə deyək, proqram siyahıda verilmiş ədədlər içərisindən sadə olanları götürüb çapa verir. Yəni hansılar ki sadədir, sadə olanları götürür və çapa verir. Amma bu qədər də asan olmamalı idi. Burada deyir sum. Bu bilirsiniz uşaqlar nə edir? Bax, əziz izləyicilər, bu bilirsiniz nə edir? Burada sum deyirsə mənə və bu ifadə mənim ədədimin rəqəmlərini götürməyini deyir. Bax, yəni mən ədədim sadə ədədim 1-dir, 11-dir də elə deyilmi? 11-in rəqəmləri cəmi 1 üstəgəl 1 verir mənə 2. 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-dır, 1 deyil. Sonra 13-ü götürürəm, 1-in üstünə 3 gəlirəm, edib 4. O da tək ədəd deyil. Belə deyək, ədədin rəqəmləri cəm tək olmalıdır. 17-də də 1 ilə 7-ni toplayanda 8 verir. 29-da 2 ilə 9-u toplayanda 11 verir. 29 sadə ədəddir. Həm sadədir, həm də rəqəmləri cəmi tək ədəddir. 31 isə 3-ün üzərinə 1 gələndə 4 edir. Yəni proqramımız bu qədərdir. HTML dilinə aid belə bir proqram kodu bizə təqdim olunub. TR borders cədvəlin yan xəttinin qalınlığı 1-dir. TR, THead, table head, yəni bunlar bilirsiniz nə deməkdir? Sütun başlıqları. Table head sütun başlıqlarıdır. Ad, soyad və rayondan ibarət. Baxıram ki, hamısında sütun başlıqları elə qeyd olunub. Sonra deyir ki, ad olsun underline, yəni altdan xətt. Adda altdan xətt burada deyil. Bunda bu testə heç baxmağa dəyməz. Çünki ad U yazılıbsa, altdan xətti bu deyil. Burada yenə ada U ilə yazıb, bu da deyil. Digərlərinə ola bilər. Sonra soyadı B yazıb, qalın yazıb. Bu nazidir, bu deyil. Qalır bu üçünün arasında. Rayon i ilə yazılıb, italiklə, hələ ki uyğundur. Sonra davam edirik ikinci sətr üzrə. Elvin bu qalındır, bu deyil, qalır bu ikisi. Hüseynov idi, italik, elədir, çox güman ki bu olacaq, çünki burada underline'dır. Gəncə altdan xətt, sonra Nigar B qalın, bəli, Əliyeva i maili və Sumqayıt U altdan xətt. Elə doğru cavab bax budur. Davam edirik. Deməli, X5, üzr istəyirəm, A5 xanasının qiymətini hesablayın. A5 xanası bax buradadır. A5 özü nəyə bərabərdir? A5 bərabərdir A4 üstəgəl B5 üstəgəl C5-ə. Yaxşı. A4-ün qiyməti buradadır. B5 ilə C5 də buradadır. Gəlin onda bilirik. Əvvəlcə
bu sətri həll eləyək. A4 nəyə bərabərdir? Sum A1-dən A3-ə qədər. Yəni bax bütün bunları toplayır. 9 üstəgəl 6 üstəgəl 3. Bu eləyir 15, 18. Burada B1, B3 sütunu üzrə, bax burada diapazon budur. Deməli, B4 bərabərdir 8 üstəgəl 5 üstəgəl 2, o da edir 15 və C5 isə yenə də bax bunların üçünün cəmini göstərir. 7 üstəgəl 4 üstəgəl 1, o da eləyir 11, 12. Bunları tapdıq. Elə yerinə qoyub heç bu birisilərə amma yox, var. B5. B5 nəyə bərabərdir? B5 bərabərdir A4 vurulsun C4-ə. Yəni 18 vurulsun 12-yə. O da edir 216. 216. C5 isə bərabərdir B5 çıxılsın A2. B5-in qiymətini tapdıq 216. A2-nin də qiyməti verib məndə 6. Çıxılsın 6. O da edir 210. Və A5-i tapaq. A4-ü 18-dir. B5 216-dır. C5 də 210 edir. Bu da edir 444. Davam edək. Müəyyən sürətlə işləyən modem verilmiş multimedia informasiyasını ötürmək üçün 15 saniyə vaxt sərf edir. Verilmiş informasiya Unicode kodlaşdırılma sistemində kodlaşdırılmış 256 simvoldan ibarət olan mətndən və 128 rəngçalarlı rejimdə bir sonki 256 pikseldən ibarətdir. Modemin buraxıcılıq qabiliyyətini bizdən istəyir. Tamam. Əvvəlcə biz mətn informasiyasının həcminə baxaq. Deməli, Unicode sistemində kodlaşdırılıb hərəsi 2 baytdır və 256 simvoldan ibarətdir. Digər isə 128 rəng çalarlı deyirsə, böyük N 128-ə, o da 2-nin üstündə 7-yə bərabərdir. Buradan da kiçik N 7 bit eləyir. Deməli, biz bu mətn həcmidir. Bir də bizdə var qrafik informasiyanın həcmi. Nə qədər olur? 7 bit vurulsun 512 vur 256 pikseldən ibarətdir. Və bu da bizdə edir bitdən də bayta çevirmək üçün 8-ə bölək, amma bitlə istəyirik. Bizdə bölməyimizə ehtiyac yoxdur, bitlə istəyir. Toplayanda da elə edərik. Onda bunu da 8 bitə vuraq ki, bunu bitlə həllini tapaq. Deməli, burada biz elə bəri başdan elə kilobitə də çevirə bilərik. Yəni bu ifadəni, biraz bunu çəkim aşağı doğru. Bir dəqiqə bunu elə buradan biraz aşağı çəkeyim. Bunu elə 1024-ə bölüm kilobayt eləyim. Bölürəm 1024-ə. Bunu da kilobit olacaq, bayt olmayacaq. Bunu da bölürəm 1024-ə. Bu da bizdə eləyir 4 kilobit. Bu birinci, yəni mətn informasiyasının həcmi 4 kilobit eləyir. 896 kilobit də bizim qrafik informasiyamızın həcmi eləyir. 4 kilobit ilə də 896 kilobiti toplayanda eləyir 900 kilobit. Bu mənim informasiyamın həcmidir. İndi deyir ki, verilmiş multimediyanı ötürmək üçün 15 saniyə vaxt xərclənir. Yəni 15 saniyə ərzində 900 kilobit informasiya ötürülürsə, 1 saniyədə nə qədər kilobit informasiya ötürər? O da bərabərdir. Deməli 900 kilobit bölünsün 15-ə. O da bizdə 60, 70 olur. Cavab edir 60 kilobit bölünsün. Kitab bərabərdir 500. Kitab bərabərdir 500. Qələm bərabərdir 400. Dəftər bərabərdir 600. Dəftər bərabərdir 600. Aha. Deyir ki, kitab qələm 220-dir. Kitabla qələmin olduğu yer 220-dir. Görə kəsişməni verib, bəli, kitab, dəftər, qələm. Üçünün kəsişməsi 160-dır. Yəni, ən birinci həmişə çalışmaq lazımdır ki, kəsişməni tapasan və yerləşdirəsən. Ondan sonrası özü rahat şəkildə gedəcək. Kitabla qələmi 220 verib. Kitab və qələm, bax, bu hissədir, bütövlükdədir. Yəni, bax, bütöv bu.
kitabla qələmi bildirir. Bunu da mənə verib 220. 220-dən 160-ı çıxanda bura qalır 60. Sonra kitabla dəftəri 230 verir. Kitabla dəftər bax budur. Bu hissəni verib mənə nə qədər? 230. 160-dan da 230-u çıxanda burada qalır 70. Bir də verib mənə qələm və dəftər. Qələm və dəftər də bax məndə bax bu hissə olacaq. Get-gedə 160-ı gizlətdim. 180 eləyir. 160-dan da 180-i çıxanda gəl axırıncını heç eləməyim, görsənmir. Bax bildiniz də bu hissədir. 180-dən 160 çıxanda burada qalır 20. İndi məndən nə istəyir? Deyir ki, dəftər and not qələm. Dəftər olsun, amma həmin yerdə qələm olmasın. Yəni bax məndən bax bu hissəni istəyir. Bax bütövlükdə buranı istəyir. Və mən də x-i, yəni bax bura x versəm, bunu x kimi adlandırsam, bu x-i tapsam, elə üzərinə 70 gəlib bunu da tapa biləcəm. O da necə tapıram? Heç bu ikisinə ehtiyacım yoxdur. Nə edirəm? 70 üstə gəl 160, üstə gəl 20, üstə gəl x bərabərdir 600-ə. Eləmi? Bu eləyir 180, 250, x bərabərdir 600 çıxılsın 250, x də bərabərdir 350-yə. Eləmi? Və məndən də bunu istəyir. 350 ilə də 70-i toplayıram, o da eləyir 420. Bu qədər. Kanala abunə olmağı unutmayın. İnşallah ki, tez-tez imtahana qədər çalışacağam. Bu cür fərqli-fərqli, yəni hər dəfə eyni mövzulardan verməyəcəm. Fərqli-fərqli mövzulardan testlər çəkəcəyik. İmtahanlara qədər istəyir MİQ imtahanına hazırlaşanlar, istəyir sertifikasiyaya hazırlaşanlar, istəyirsə abituriyent imtahanlarına, yəni ikinci şansa qədər biz Allahın izni ilə bir çox şeyi təkrarlamış olacağıq.